Pirlərə getmək olar. Pirlər ibadət yerləridir, orada Allaha ibadət olunur. Məsələn, Mir Mövsüm ağanın ziyarəti. Bəli, istənilən övliyanın məzarı. Esselamu Aleyküm. Hacı Şahin həmişəki kimi doğru dürüst olaraq danışmır. Hacı Şahin öz söhbətlərində nə demişdi? Demişdi ki, Mir Mövsüm ağanın yanında ibadət etmək olar, namaz qılmaq olar. Yəni qəbrinin yanında. Amma halbuki onu tanıyaraq, onun kim olduğunu bilərək insanları qəsdən olaraq namazını batil etmək istəyir. Birinci bunu bilmək lazımdır ki, qəbirlərin yanında namaz qılmaq şəriətlə yasaqdır. Bu bir. İkinci, Mir Mövsümün kim olduğunu artıq hamı bilir ki, o necə olub, nətər olub. Bu filmlərə baxın. Bu olub bitən filmləri mən neçə il bundan qabaq paylaşım etmişəm. Yenə də paylaşım edirəm ki, siz bu kimi insanlara allanıb, bunlara etimad eləyib, bu sözləri əməl etməkdən ötürü Mir Mövsüm ağanın yanına getməyəsiniz. Ağa böyük bir möcüzəli bir insan olub. Onu hamı bilir. Gecə saat 2-də də qapı döyülüb. Qapını açıblar, görüblər xəstə bir gəlin, üstü başı cır-cındır halda. Gəlib ağanın ziyarətinə neçə nəfər adamla. Ağa deyib, mənim yanımda bu gəlini bir 10-15 dəqiqə yatırtmaq lazımdır. Açıq-aşkar olaraq bacısı deyir ki, bir günləri belə bir hadisə olmuşdu. Yəni belə bir seyid olar, belə bir ziyarətgah sahibinin yanına getmək olar. Deyir ki, gətir onu bura, uzansın yanımda, məsələni həll edəcəm. Ətağa, gəl gir yatağa. Subhanallah. Deyib, mənim yanımda bu gəlini bir 10-15 dəqiqə yatırtmaq lazımdır. Həqiqətən də insanlar nəyi vəsilə tutmaq lazımdır, Allaha onu bilmir. Ümumi olaraq bunu bilmək lazımdır ki, dünyasını dəyişmiş insanların vasitəsilə Allaha yaxınlaşmaq barəsində Allah Quran-ı Kərimdə heç bir kəlmə deməmişdi ki, ey möminlər, dünyasını dəyişmiş insanların vasitəsilə mənə yaxınlaşın. Belə bir söz deməmişdi. Bu bizim mövzu deyil. Hacı Şahin bilə ki, bu Mir Mövsüm ağa üzü qibləyə bastırılmayıb insanları ona çağırır, ona. Onu quran adam Rusiya hakimiyyəti idi. İndi də bu Rusiya hakimiyyətinin zakazlarını Azərbaycanda icra eləyir. Mən siyasi mövzudan da yenə çəkildim qırağa. Yəni ümumi olaraq bunu bilmək lazımdır ki, Ətağanın üzü qibləyə bastırılmayıb. Niyə? Çünki o insan öz vəsiyyətlərində demişdi ki, məni üzü qibləyə bastırılma. Yahudisən, xristiyansan, ateistsən, deyilsən, elə bəlkə də bunlardan birisən. Bilmək olmaz. Əsas odur ki, Allah səni bizə tanıtdırdı ki, sən kimsən, nəçisən. Amma bu şiyələrin başına Allah'dan Hacı Şahin isə bunları ört bastır eləyir və Ətağaya çağırır. Ətağa heç yaxşı insan olmayıb. Özünün və bacısının qəbirləri yerləşir. Qeyd edək ki, qəbri qiblə tərəfə bastırılmayıb. Bu isə onun vəsiyyəti ilə bağlı olub. Azərbaycanda da insanların axın etdiyi ziyarətgahlar çoxdur. Onlardan biri də Bakının Şüvəlan qəsəbəsində yerləşən Ətağa olaraq məşhur olan Mir Mövsüm ağa ziyarətgahıdır. Bu ziyarətgahın binası adı çəkilən şəxsin qəbri üzərində 1992-1994-cü illərdə inşa edilib. 1883-cü ildə dünyaya gələn bu şəxsin əsl adı Seydəli olub. Fiziki cəhətdən qüsurlu olub. 1950-ci ildə vəfat edib. Ziyarətgahın Sərdaba hissəsində özünün və bacısının qəbirləri yerləşir. Qeyd edək ki, qəbri qiblə tərəfə bastırılmayıb. Bu isə onun vəsiyyəti ilə bağlı olub. Ziyarətgahın günbəz və divarları üzərində Allah, Muhammed, Əli, rəngarəng ayna parçaları ilə imamların adları nəqş edilib, günbəzin başında nəhəng çılçıraq asılıb. Bayırda olan günbəz saxsı ilə döşənib.
Onun baş hissəsinin üzərində Allahu Əkbər yazılan qızıl medalyon tamamlayır. Türbənin divarları, döşəməsi, pillələri Ətağanın məzarının üstü boz daş kəsən mərməri ilə döşənib. Ətağanın möcüzələrindən biri. Bir neçəsini yazmışam, baxarsınız. Qazbek çəkmək, qızlara əl sürtmək, onun bunun ağzına tüpürmək. Belə olub, gəl gir, yanımda yat demək, bunlar olub. Pirlərə getmək olar. Pirlər ibadət yerləridir, orada Allaha ibadət olunur. Məsələn, Mirməsi Mağanziya. Bəli, istənilən övliyanın məzarı. Ağa böyük bir möcüzəli bir insan olub. Onu hamı bilir. Gecə saat 2-də də qapı döyülüb, qapını açıblar, görüblər xəstə bir gəlin, üstü başı cır-cındır halda. Gəlib ağanın ziyarətinə neçə nəfər adamla. Ağa deyib, mənim yanımda bu gəlini bir 10-15 dəqiqə yatırtmaq lazımdır. Deyib, mənim yanımda bu gəlini bir 10-15 dəqiqə yatırtmaq lazımdır.